razı deyiləm. Qəti razı deyiləm. Bizlər uşaq olmuşuq, gənc olmuşuq. Bizim yaşadığımız o dövrlə indiki dövrü müqayisə edəndə dağlar qədər fərq var. Dağlar qədər. İndikilərin bildiyini biz 10%'ni o vaxt bilmirdik. İndikilər çox şey bilir. Sosial şəbəkələrə baxırlar, əllərində telefon, hər şeylə maraqlanırlar. Maraqlarını öldürə bilirlər. Yəni, bunların dünya görüşü ilə o dövrün dünya görüşü fərqlidir. Və bunlarda agresivlik, mən hiss eləmirəm, əksinə. Bunların o dünya görüşü geniş olduğu üçün, bunlar topluma daha açıqlar. İndi hər yerdə yaramaz olur da. Deyək ki, 100 nəfər içində 3 nəfər yaramaz varsa, o 100 nəfəri topluma aiddir. O 3 nəfərin yetişdiyi ailə mühitidir, məhəlləsidir, oxuduğu, deyək ki, sinifdir və s. Harada formalaşır. Bəlkə də dədəsindən genlə gəlir. O 3 nəfərə görə 97 nəfəri qınamaq olmaz. Mən onu demək istəyirəm ki, tərəzini düz işlənmək lazım.